Salam dəyərli izləyicilər. Bugün ödənişsiz WhatsApp qruplarımıza atılmış növbəti 10 sualın izahına baxacağıq. Mövzumuz tense formdur. Birinci sualda cümləmizdə if görürük və ifin uzlaşması var təbii ki və burada zaman zərfimiz var now. Now varsa bildik ki, indiki zaman tələb olunur və indiki zamanla olan uzlaşma gələcək zamanlı olur. Yəni ki, will. Will varsa digər tərəfi indiki zamanda olmalıdır, didn't olmaz. Ifdən sonra gələcək gəlmir. İndiki zamanda 2 dənə variantım qaldı. Biri təsdiqdədir, biri inkardadır. Buna görə nə etməliyik? Tərcüməyə baxmalıyıq. Deyək ki, if they now, indi bura qoyacaq ya hurry ya da ki don't hurry. They will miss the show. Deyir ki, onlar şova gecikəcəklər də, yəni göstəri üçün gecikəcəklər. Hansı halda gecikəcəklər? Əgər tələsməsələr gecikəcəklər. Doğru cavabımız C variantı. Tələssələr gecikməyəcəklər. Burada inkar olardı, yəni will yox, won't olardı. Mənaya görə doğru cavabımız C variantı. İkinci sualda isə watch out. Burada əmr cümləsini görəndə digər tərəf indiki davam edici olmalıdır. Yəni ki, is running. Yəni bunun qaydasını belə yazıda saxlaya bilərsiniz ki, yəni hal-hazırda deyirəm ki, bax, it yolu keçir, yoldan yəni qaçır da. Hal-hazırda deyirəm və hal-hazırda baş verən və davam edən hərəkətdir. It yəni qaçmağa davam eləyir. Bu məntiqlə yanaşsaz yaxşı olar. Yəni yadda saxlamaq üçün. Yenə burada zaman uzlaşmasına diqqət etməliyik və when-i görürük cümlədə. Onu deyim ki, when-dən sonra uzlaşma zamanı burada will gəlməz, heç gəlməyib də. İndi variantlara baxaq, variantlarla işləyək. Burada be-ni görürsünüz. Will-dan sonra, yazın bura, will-dən sonra feil gələr, yəni ki, verb. Amma will be-dən sonra isə ad bildirən sözlər gələr, yəni noun, adjective, adjective plus noun, yəni ki, ad bildirən sözlər, saylar. Yəni will be-dən sonra daha doğrusu will plus be plus noun, adjective, noun. Yəni ad bildirən sözlər, saylar. Amma will-dən sonra birbaşa feil gələr. İndi burada meti görürsə, bu be olmamalıdır. Biri çıxdım. Az öncə nə dedim? İndiki sadə zamanla arise, gələcək zaman uzlaşır. 3 doğrudur. İndi digər tərəfə baxırıq. Burada isə keçmiş var. Keçmiş sadə ilə, yəni keçmiş bitmiş uzlaşar. Doğru cavabımız 3 və 4 olacaq. 2-nin səhvi nədir? Was met. Was met olmaz. Niyə? To be varsa, əgər was varsa, to be plus verb ing olar. Əgər keçmiş zamanda yazmaq istəyirəmsə, qısaca met yazacağam. Yəni to be-yə ehtiyac yoxdur, ona görə 2 səhvdir. Növbəti sualda isə cümləyə baxırıq və görək nəyi burada eləyə bilərik. If gördüm. Ifdən sonra will gəlmir. Ümumiyyətlə, will-lər bir-biri ilə uzlaşmır. Yəni burada indiki sadə zaman olardı. Həmçinin də ki, if-ə görə birinci boşluğa will yazılmaz. Uzlaşmaya görə birinci boşluğa indiki sadə, present simple, digər tərəfə isə davam edici zaman gəlməlidir, future simple. İndi baxaq. Burada finish görürük. Deyirsiniz ki, indiki sadətdə. Amma bir qaydamız var ki, indiki sadə zamanda 3-cü şəxsin təkində, he-ni gördünüzsə 3-cü şəxsin təkindədir. Feilimiz s qəbul edir. Yəni ki, bu finishes olmalıydı. Burada indi baxırıq. Burada isə 2 dənə sadə zaman gəlib. İndiki sadə zaman. Burada da yenə he-ni görürük. İndiki sadə zamanda feilin sonuna s yox, s gələr, joins. Ona görə D variantı da getdi. Qaldı E variantı. Burada isə indiki sadə və gələcək zaman uzlaşır. Doğrudur. Daha sonra 5-ə baxırıq. 5-də cümləyə baxırıq. When var. Uzlaşmalara diqqət eləməliyik. Bir də ki, accidentally. Yəni ki, dərhal baş verən hadisəni göstərir. Və cümlədə tərcüməyə baxsaq, deyir ki, o xəbərdarlıq butonuna bastı və alarm çaldı da, yəni. Zəng səsi vuruldu. Bu ardıcıl baş verən hadisələrdir və keçmiş zamanda accidentally, suddenly, yəni birdən oldu və bitdi.
burada feilimiz keçmiş sadə zamanda olmalıdır. Və burada ardıcıl hərəkət var. Birinci butona basır, daha sonra zəngin səsi gəlir də. Ona görə doğru cavabımız B variantı olacaq. A-da, yəni V-dən sonra onsuz da will gəlməz uzlaşma olaraq. Ardıcıllıqdır deyə biri bitmişdə olmaz, yenə bitmişlər olmaz. Doğru cavabımız B variantı. Daha sonra 6-ya baxırıq. 6-da nə görürəm? Burada for görürəm. For bizə zaman göstəricisi olaraq yazılıb. For 5 years. 5 ildir ki. İndi nə edəcəm? Cümlənin digər tərəfinə baxıram. When var. When-dən sonra had gəlir. Had yəni keçmiş zaman. Keçmişlə has, indiki bitmiş, is waiting, yəni indiki davam edici, yəni has gəlməz. Və A-la B-nin arasında qaldıq. For gəlibsə bitmiş zamanımız olmalıdır. Həmçinin 5 ildir ki deyir. 5 ildir. Yəni 5 il bundan qabaq başlayıb, indi də davam edən hərəkətdir. İndi davam eləyir deyə keçmiş, bitmiş, davam edici zaman olacaq. Doğru cavabımız A variantı. Daha sonra burada nə görürük? The day before. Burada bitmişlik olmalıdır. Həmçinin zaman uzlaşmalarına baxaq. Dətdən əvvəl was gəlib. Was-la has uzlaşmaz, will uzlaşmaz, lives, yəni indiki sadə, indiki davam edici uzlaşmaz. Bir dənə doğru cavabım belə qalır. Keçmiş, bitmiş. Həmçinin burada the day before keçmiş, bitmiş zamanın belə deyim göstəricisidir. Daha sonra 8-ci suala davam edək. Baxın, 2 dənə cümlə görürsünüz. Bu ikinci cümləni bizə açar olaraq verir. Deyir ki, now var da burada, hal-hazırda davam eləyir və burada yet var. Yet bilir ki, feili inkarda tələb eləyir. Bütün feillərim inkardadır gördüyünüz kimi. Çıxa biləcəyim bir variant yoxdur. Amma yetin, belə deyim də, zaman zərfi olaraq bizdə tələbi var. Hansı tələb? Yet indiki bitmiş zaman tələb eləyir, həmçinin inkarda tələb eləyir. Doğru cavabım oldu D variantı. A variantı indiki sadədir, keçmiş bitmişdir, gələcək zamandır, bu isə keçmiş sadədir. Yəni doğru cavabımız D variantı. Daha sonra 9-cu suala baxırıq. Yenə burada told gəlib, yəni keçmişdədir. Həmçinin burada before var. Nə edəcəyik? Uzlaşmaya baxırıq. Told keçmişdədir, finishes indiki sadə, gələcək, indiki bitmiş və indiki davam edici olmaz. Before'a görə keçmiş, bitmiş zaman had finished. Deyir ki, o mənə dedi ki, o nahardan əvvəl öz ev işlərini bitirəcək. Yəni öz ev işlərini bitirmişdi. Bu arada bitmiş zamanı işlənmə qaydasında deyim. Bitmiş zaman 2 dənə keçmiş zamanda hadisə olur. Bunlardan biri daha əvvəl baş verir. Yəni daha əvvəl baş verən hadisəni izah eləmək üçün bitmiş zamandan, keçmiş bitmişdən istifadə olunur. Yəni nahar keçmişdə baş verən hərəkətdir, nahar eləmək. Nahar eləməzdən əvvəl ev işlərini görür, ev işlərini bitirir. Ona görə bu keçmiş bitmişdə olacaq. Daha sonra sonuncu sualımızla davam edək. Az öncə mən dedim ki, keçmişlərlə indiki zamanı uzlaşdırmaq olmaz. Amma burada since var ki, gəlin sizə since'in qaydasını deyim. Since'dən sonra past simple gəlir. Since'dən əvvəli isə present perfect gəlir. Yəni ki, has taught olacaq burada. Bu keçmiş davam edicidir, indiki davam edici, gələcək. Bu da ki, gələcək. Ümumiyyətlə bu yanlış quruluşdur. Ona görə, yəni qaydaya görə doğru cavabımız D variantı olur. 10 dənə sualın sonuna gəldik. Növbəti videolarımızı görmək üçün izləmədə qalın. Sağ olun.